Son illər Rusiya və Azərbaycan münasibətlərində nəzərə çarpacaq dəyişiklik baş verir. Bu münasibətlər əvvəllər yüksək strateji əməkdaşlıq, təhlükəsizlik, koordinasiyası və regional tərəfdaşlıq üzərində qurulmuşdu. Lakin bugün artıq açıq şəkildə görünür ki, Moskva ilə Bakı arasındakı siyasi dinamika əvvəlki kimi deyil. Münasibətlər nə düşmənçilik mərhələsindədir, nə də əvvəlki yaxınlıq formatında. Onlar indi yeni, daha soyuq, daha hesablı və daha realist mərhələyə keçib. Bu dəyişimin ən mühüm başlanğıc nöqtəsi Qarabağ müharibəsi və Azərbaycanın suverenliyinin tam bərpası ilə əlaqədardır. 2020-ci ildə baş verən 2-ci Qarabağ müharibəsi Moskvanın regiondakı rolunu ciddi şəkildə dəyişdirdi. Əvvəllər Rusiya Cənubi Qafqazda əsas vasitəçi, təhlükəsizlik zəmanətçisi və regionun güc balansını müəyyən edən aktor idi. Lakin 2023-cü ilin sentyabrında Azərbaycan öz ərazisində keçirdiyi antiterror tədbirləri nəticəsində separatizmə son qoydu və bununla Rusiya sülhməramlı kontingenti də missiyasını itirmiş oldu. Onların bölgədən vaxtının əvvəl çıxması Moskva üçün yalnız hərbi və siyasi deyil, həm də simvolik məğlubiyyət idi. Təsir imkanları azaldı, vasitəçilik rolu formal xarakter aldı və regionda yeni güc qaydaları formalaşmağa başladı. Bu proses Azərbaycan üçün bir dönüş nöqtəsi idi. Bakı artıq xarici təhlükəsizlik arxitekturasını yalnız Moskva üzərində qurmur. Ölkənin yeni strateji tərəfdaşlıq xəritəsində 3 əsas istiqamət önə çıxır. Türkiyə ilə dərin hərbi siyasi ittifaq, Avropa İttifaqı ilə enerji və nəqliyyat əməkdaşlığı, eyni zamanda Çinlə orta dəhliz çərçivəsində formalaşan iqtisadi logistika əməkdaşlığı. Bu yeni xarici siyasət kursu Azərbaycanın təkcə regional deyil, qlobal diplomatiyada müstəqil oyunçuya çevrildiyini göstərir. Bu dəyişiklik fonunda Rusiya üçün Azərbaycan strateji baxımdan fərqli anlam daşımağa başlayıb. Bir vaxtlar Moskvanın təsir zonasında hesab olunan Bakı, indi Kreml üçün bərabər şərtlərlə tərəfdaş statusuna keçib. Və bu statusun formalaşması Moskvanın narahatlığını gizli şəkildə artırır. Xüsusilə Azərbaycan enerji bazarında Avropaya ən mühüm alternativ təchizatçıya çevrildikcə və orta dəhliz Rusiyanın şimal dəmir yolu və logistika marşrutlarına real rəqib olduqca Moskvanın regional rıçaqları zəifləyir. Münasibətlərdəki soyuma yalnız iqtisadi və geosiyasi amillərlə məhdudlaşmır. Ermənistanın son illərdə açıq şəkildə qərbə yönəlməsi, NATO və Fransa ilə təhlükəsizlik əməkdaşlığını genişləndirməsi Rusiyanın regionda balans modelini pozub. Kreml çalışır ki, heç olmasa Azərbaycanla münasibətlərdə müəyyən nəzarət məntiqini qorusun. Lakin Bakı bu oyunu artıq fərqli qaydalarla oynayır. Moskva ilə dialoq yalnız qarşılıqlı fayda, qarşılıqlı tanınma və suverenlik prinsipləri əsasında mümkündür. Bütün bunların fonunda Rusiya yumşaq güc və təsir mexanizmlərini aktiv şəkildə işə salır. Rus dilli media məkanında Azərbaycanı hədəf alan mesajların artması, Rusiyada diaspora vasitəsilə siyasi təzyiq mexanizmlərinin yaradılması, informasiya müharibəsi ilə müddələrinin hiss olunması bunun bariz nümunələridir. Lakin bu cəhdlərin heç biri əvvəlki dövrdə olduğu kimi real təsir yaratmır. Azərbaycan artıq həm təhlükəsizlik, həm iqtisadiyyat, həm enerji, həm də informasiya siyasətində başqa güclərə söykənən yeni model qurub. Bugün Rusiya-Azərbaycan münasibətlərini ən dəqiq təsvir edən ifadə belədir. Strategiya əsasında idarə olunan, soyumuş, lakin qopmamış münasibət. Enerji ticarəti, nəqliyyat əməkdaşlığı və təhlükəsizlik dialoqu davam edir, lakin emosional və siyasi yaxınlıq yerini praqmatizmə, sərt realizmə və rasional yanaşmaya verib. Bu münasibətlər nə keçmişə qayıdacaq, nə də tam qarşıdurmaya çevriləcək. Onların gələcəyini artıq Kreml deyil, regional reallıq və Azərbaycanın dəyişən güc balansı müəyyən edir. Dünya güc balansı hər gün dəyişir. Bəs bu prizmanın mərkəzində hansı güc dayanır? Very confident. Very confident. Prizma siyasi, iqtisadi, hərbi və texnoloji göstəriciləri təhlil edir. قانونی و مشروع Qlobal güc oyunlarının regionumuza təsirini burada izləyəcəksiniz.